Baxın, İmam Hüseyin əleyhisselamın insanlarla mənus olması haqqında, insanlara yardım eləməsi haqqında, onların əlini tutması haqqında müxtəlif hadisələr nəql olunub. Mən bir hadisə, bir başqa yerdə də bunu demişdim. Mərhum Begdilinin Kifayətül Vaizində bir hadisə nəql olunur. Mərhum Begdili nəql edir. Bir nəfər İmam Hüseyin əleyhisselamın dostlarından biri, Hüseyin ibn Əlinin dostlarından biri, Hüseyni sevən insanlardan biri xaricə gedir. Gedir xaricdə parça, ərəb olur, parça alverinə gedir xaricə. Yəqin ki, İspaniyada gedir, İspaniyada, xaric, Avropada parça satmaqla məşğul. Orada bir xanım buna rast gəlir. Və bu xanıma aşiq olur, məhəbbət bəsləyir. Deyir, evlənəcəm xanımla. Xanımın dalıca düşür, gəlir xanımın evinə. Xanımın ailəsi Məsihi dindarlarından olur. Məsihi dindarlarından olduğu üçün bu cavana deyirlər, sən müsəlmansan. Biz sənə qızımızı verə bilmərik. Bu cavan deyir ki, mən də İslamdan dönə bilmərəm. Deyir, gəldim, getmədim, razılaşmadım. Bir müddətdən sonra yenə bu qız gəldi, mənim gözümə göründü. Nəfs başladı məni yoldan çıxartmağa. Bu Əli ibn Əbi Talib buyurur, insanın daxilində nəfslə ağıl savaşır. İnsan ağla tabi olanda Allahı seçir. İmam Hüseyin əleyhisselam kimi. Nəfsə tabi olanda Ömər ibn Səd kimi, İbn Ziyad kimi rey mülkünü seçir. Allahı seçmir. Deyir, nəfs mənə qələbə gəldi, gəldim bunlara dedim ki, mən qəbul eləyəcəm. Mən İslamdan dönürəm, sizin qızınızla evlənirəm. İslamdan deyir, döndüm, mənə apardılar kilisada, təmid quslu verdilər və mən Məsihi oldum, evləndik. Bir müddət biz belə yaşamışdıq, bir uşağım da dünyaya gəlmişdi, bir müddət belə yaşadıq. Bir müddətdən sonra deyir, mən qıraq məntəqələrdən gəlirdim. Yəqin ki, Andalos tərəf olar İspaniyanın, orada müsəlmanlar yaşayırlar. Deyir, o tərəfdən bir qəsəbənin kənarından piyada gəlirdim, axşam vaxtı idi. Gəlirdim, özümü çatdırım avtobus dayanacağına və oradan gəlim, ümumi nəqliyyat vasitəsindən istifadə edim. Gəlirdim, deyir, gördüm həzin səslə İngilis dilində Mərsiyə və Nohə səsi gəlir. Amma ya Hüseyn deyirlər. O ya Hüseyn sədaları gəldikcə deyir, mənim ruhumda inqilab oldu. Mən başladım düşünməyə ki, sanki ağlamaq tutdu məni, deyir, özümü saxlaya bilmədim. Mən düşündüm ki, mən İslamdan dönəndə elə bil yadımdan çıxmışdı. Bu İslamda məni İslama bağlayan səbəblərdən biri də Peyğəmbərin əziz nəvəsi Hüseyin ibn Əli idi. Gəldim, deyir, gördüm bir dənə balaca yerdi, orada insanlar yığışıblar, əzadarlıq eləyirlər. Oturdum orada. Ağladım, deyir, onlar Nohə deyirdilər, mən ağlayırdım. Sonra deyir, orada məclis qutardı, mən gəldim evimə. Evimə gələndən sonra deyir, ağlayırdım, yol boyu ağladım, evdə ağladım, mətbəxdə oturmuşdum, deyir, xanımım mənə deyirdi, nə olub, mən ağlayırdım, deyir. Deyir, ona heç nə deyə bilmirdim, o deyirdi, nə olub, mən deyirdim, Hüseyin. Mən ağlayırdım, mən Hüseyin dedikcə xanımım da ağlayırdı. Deyirdi, bu Hüseyin kimdir? Bunun adı nə şirindir. Sən onun adını dedikcə onun adı qəlbimə yatır. Sonra deyir, mən ona dedim ki, mən İslamdan dönəndə Hüseyin yadımda deyirdi. Mən Hüseyin adım öz adımdan qabaq öyrəşmişəm. Vermərəm bu eşqi əldən, nəfsinlə əlləşmişəm. Bir ömür mənə anam da laylay deyəndə Hüseynin adı ilə laylay deyib. Mən onu unutmuşdum. İmam Hüseyin əleyhisselam yadımdan çıxmışdı. Bu bir dənə eşqdir və insanlar ki, Hüseyinlə mənusdular, bilirsən, deyir ki, bu nə sevdadır, Hüseynin başına düşmüş əcəb. Əhl-i beytün gətirib kərbi bəlaya, nə səbəb? Bunu dərk etməz əgər olsa əcəm, olsa ərəb, bu onun sirridir ancaq Xaliq-i Sübhan bilər. Can nədir, canan nədir, canana qurban can nədir? Eşq nədir, aşıq nədir, ol aşıqi nalan bilər. Sorsalar ki, ey bəni Adəm, nədir mənayı eşq? Söylə mənası Hüseyndir, can ilə canan bilər. Eşq mən üçün elə Hüseyndir. Deyir, mən xanımım da Hüseynin adından münqəlib oldu. İslamı qəbul elədi, şiyyəliyi qəbul elədi. Sonra bizim bir uşağımız da dünyadan getdi.
Mərhum Begdili Kifayətül Vaizin dünyaya gəldi deyir. Bir uşağımız da Kifayətül Vaizində yazır. Sonra xanımım xəstələndi, dünyadan getdi. Xanımımı deyir xristiyan kimi dəfn elədilər, Məsihi kimi dəfn elədilər. Çox narahat idim deyir. Çünki biz onu gizlədirdik müsəlman olmağımızı, valideynlərindən xanımımız. Sonra deyir, mənim yuxuma xanımım girdi. Mənə dedi ki, Kərbəlada Hüseynin hərəmində bir nəfər zülümkarı dəfn eləmişdilər. O dəfn olunan günü onu mənim qəbrimə gətirdilər və məni apardılar onun qəbrində Hüseynin kənarında dəfn elədilər. Və mənim bu cəvahiratımı, qızıllarımı apararsan Kərbəlanın xadimi, Kərbəla hərəmin imamına təqdim eləyərsən, Ayətullah İsfahaniyə təqdim eləyərsən və onu Kərbəlada xərcləsin. Mərhum Begdili Kifayətül Vaizində yazır ki, bu ərəb öz uşaqları ilə, 2 oğlu ilə bərabər gəldilər o astana qızılları, cəvahiratı təqdim elədilər. İmam Hüseyin əleyhissalam belədir. Hər kim Hüseynin əlindən yapışmaq istəyir, ətəyindən yapışmaq istəyir, mühərrəm ən gözəl töhfə, ən gözəl hədiyyədir Allah tərəfindən bizim üçün. Gözəl olar ki, bu məclislərdən Hüseynin Nəsimin hiss eləyər inşallah. İnşallah. Hacı, çox sağ olun. Allah razı olsun. Cümləmiz İnşallah gələn görüşlərdə söhbətlərimizə yenə də davam edərik. Amin inşallah.